Salam. Sizə şəhərin mərkəzində, Heydər Əliyev Sarayının yanında, Bülbül və Füzuli küçələrinin kəsişməsində obyekt təklif edirik satışa. Obyektin ümumi sahəsi 430 kvadrat metr, birinci mərtəbəsi 3 vitrinlə 160 kvadrat metrdir. 15 otaqdan ibarətdir. Qabağında 7-8 maşınlıq parkinqi var. Bu giriş hissəsidir, böyük zaldır. Bu dəqiqə 2 hissəyə bölünüb. İstəyən olsa bunu birləşdirə də bilər. Şüşə arakəsmədir. 3 dənə vitrindir. Hamısı küçəyə baxır, Bülbül prospektinə. Burada avadanlıq üçün otaqdır, yəni kompüter avadanlığı üçün server otağıdır. Bu hissə bir iş otağıdır, böyük iş otağıdır. O ilə yanbayan böyük mətbəx hissəsidir, mətbəx və böyük şirkət olacaqsa burada yeməkxanası ola bilər. Mətbəx hissəsi oradır, yeməkxanası bu hissəyə düşür. Sanitar qovşağı, arkaya çıxışı var, bu tərəfdən ikinci çıxışı. Deməli, bu obyektin ikinci mərtəbəsidir. Pilləkənlə qalxırıq. Ümumiyyətlə 10 dənə otağı var ikinci mərtəbədə. Bir otaqdan başqa bütün otaqların pəncərələri var, işıqlı otaqlardır. Obyektin sənədləri qeyri-yaşayış çıxarış.